Bəzən bax həqiqətən bax deməli biz abi şuurumuz qəbul edir əslində ən gözəl sevgini və o ən gözəl sevgi gələndə də hamımız onu həsəd aparırıq. Qibtə eləyirik. Əmələ gələndə demək abi əmələ gələndə də niyə olmur? Çünki bizi blokada eləyən anasal atasal bağlar var. O auralar təmizlənməlidir birinci. Çünki əmələ gələndə sırası şuuraltımız kimi görür? Ata, dur canım al çayımı gətir. Ana, görmədim sən kiriyi. Sən kirisən, görür, o avtomatik tez şuuraltı kodlayır ki, ay səncə elə salamatı qoydu. Və mən tələb elmiyəm, mən də bədbəxt olanmaram, vaxtımı olanmaram, bu olanmaram. Hər iki tərəfdə bir-birinə elə bir ki, turu vaxtı kimi, bir-birindən mənfəətkarana bir şey kimi yanaşırlar. Gəl burada sən xoşbəxtlik görə bilmərsən, huzur görə bilmərsən, mənəvi rahatçılıq görə bilmərsən, bir-birində o eşqin dərinliyinə yenib bir-birindən mənəvi həzz almanı görə bilmərsən. Niyə? Çünki altyapısında nə var? Mənfəət yatır. Mənim mənfəətlərimi təmin edir. Bəli, elə İslam onu deyir əzizlərim. İslam da onu deyir ki, kişinin qadın üzərində, qadının da kişi üzərində haqqları var. Haqqları təmin eləməlisən. Bəli, bu sənin boynuvun borcudur, amma o haqqları təmin eləyərkən hansı qayənin içərisində olmalısan? O qayənin adı nədir? Allah rızası. Allah üçün sevmək. Axirətin üçün sevmək. Axirətdə sənə yar olacağını təfəkkürlə sevmək. Biz hamımız elə bildik ki, nəfsə də bu arvad da almışam, sizə də iş günü öləndə canım qurtaracaq. Axşam qırışır, gecə qırışır, gündüz qırışır. Amma halbuki biz o eşqi kimdə gördük? Allah Rəsulunun Həzrəti Xədicə anamıza olan sevgisində gördük. Hər dəfə qəbri şərifini ziyarət edəndə göz yaşı tökərdi. Həqiqətən və hətta bəzi dastanlar, salnamələrdə görürük, ayda halal olsun nə belə cütlüklərə. Təsəvvür et ki, mən gözümün qabağında 2 dənə cütlükdür, gənc cütlükdür. O salnaməyə baxırlar, ağlayırlar, sonra şaq qırışırlar. Salnaməyə niyə baxırsınız? Film Freud. Bu nə idi bu? Buradan nə nəticə çıxdı?